azdır. Əslində, baxın, mən sizə bir şey deyim. Qardaşım, firqələrin içərisində, tayfaların içərisində xalqa, insanlara yəni, ən rəhimli olan firqə hansı firqədir? Əhl-i-Sünnə firqəsidir. Əhl-i-Sünnə firqəsi kimi insanlara ikinci canı yanan firqə yoxdur. Rəhm edən, mülayim olan, onlara xeyir istəyən. Yoxdur, qardaşım. Şeyxülislam İbn Teymiyyə rahimehullah kitablarında bir çox yerdə deyir ki, tayfaların içərisində insanlara qarşı ən rəhimli olan firqə Əhl-i-Sünnədir. Ən rəhimli olan firqə Əhl-i-Sünnədir deyəndə nə demək istəyir? Nə demək istəyir? Necə başa düşürsən bunu? Əhsən, bax, məsələn, sən qardaşım hidayət olmusan, düzdür? Biz hidayət olmuşuq. Zülmətdən nura çıxmışıq. Allah subhanahu wa ta'ala hidayət edib. Sən özün çıxdığın kimi o insanların da çıxmasını istəyirsən. Elə-belə istəmirsən. Belə yox. Hərissən. Son dərəcədə hərissən ki, o da çıxsın. Necə ki, özün çıxmısan, onu da çıxartmağa can atırsan. Çalışırsan üzərində. Biri də var, azmasına sevinirsən. Bu tam Əhl-i-Sünnənin əksidir. Haqqın əksidir bu. Necə insan, məsələn, filan kəsin azmasına sevinə bilər? Əlhamdülillah, azdır. Nə yaxşı ki, azdır. Bu mətləbdir. Mətləb deyil bu. Peyğəmbər sallallahu aleyhi və səlləm gəlmişdi. O azğın insanlar yox idi. Azanlar müxtəlifdir axı. Biri belə azır, biri belə azır. Fərqlidir də. Onların hamısını doğru yola yönəltsin. Zülmətdir, nura çıxartsın. Və sən də sevinməlisən buna. Bu, ixlasın əlamətidir, sıdqın əlamətidir. İslam dininin məqsədini başa düşməkdir bu. İndi o baxmaya insanlara. Vallahi indi insanlar var, insanlardan da üstün özünə elm tələbəsi deyənlər var, özünü elmə nisbət edir. Şeyx deyirlər, nisbət edir də özünü elmə. Düzdür? Elm əhlidir, kişi elm əhlidir. Vallahi bir neçəsini tanıyıram. Onlar eşitsələr ki, o rədd etdikləri adamlar yoxdur, şəxslər. Xavaric dedikləri, Mumeyyi, Hizbi dedikləri. Onlardan biri dönüb, qayıdıb, elə bilirsən o sevinəcək. O, onun qayıtmasını istəmir. O sevinməyəcək. O istəyir ki, batsın bataqlıqda. Vallahi var. Birinə söhbət eləyirəm, bunu hardan görmüşəm? Birinə söhbət eləyirəm, at çəkir, filan kəs belə, filan kəs belə. Deyirəm ki, qardaşım, xəbərim var, o filan kəs qayıdıb. Böyle diksindi, istəmədi. İstəmədi. Narahat oldu. Görsənir ki, bu onun qayıtmasını istəmir. Əksinə arzuluyur ki, həmişə zəlalətdə qalsın, həmişə xavaric olsun, həmişə hizbi olsun, həmişə mumeyyi olsun. Allah eləməsin, birdən eşitsə ki, qayıdıb tövbə eləyib, indi öz sırasına salmaq istəmir, qısqanır. Nüfuzu var. Batsın qoy. Bu Əhl-i-Sünnədir. Çıxıb özü də Əhl-i-Sünnənin mənhəci danışırlar. Mənhəcdən qram xəbərləri yoxdur. Yenə deyirəm, elə insanlar var aramızda, tanıyırsınız. Eşitsə ki, filan kəs qayıdıb, tövbə edib, içində narahat olacaq. Dili gəlməyəcək, tövsiyə eləsin onu. Düzəlməyini istəmir, gəlməyini istəmir. Halbuki güya Əhl-i-Sünnədir bu. İnsanlara ən rəhimli olandır. Sən insanlara ən şiddətli olansan sən. Sənin xəbərin yoxdur. Belə insanlar var yəni. Bu, məqsədə uyğun deyil, şəriətin məqsədinə uyğun deyil bu. Belə.